Yenə deyirəm, mən tarixdən və baş vermiş 30 il, 40 il, 50 il bunun baş vermiş məsələlərin studiyada tartışılmasının tərəfdarı deyiləm daha çox. Mən onu elmi diskussiyaları, mən onu akademiyada alimlərin, tarix yazanların tartışmasının tərəfdarıyam. Bizim siyasətçilərin, ictimai siyasi adamların, jurnalistikanın daha çox tartışa biləcəyi məsələ bugün məhv olan mənəviyyatımızdır. Budur. Bugün bunu tartışmalıyıq. Niyə TikTok səhifələrini açarsa, niyə sosial şəbəkə səhifələrini açarsa, 18 yaşı olur-olmaz, telefon nömrələri qoyanlardan tutmuş, müxtəlif eybəcər rəqslər edənlər, niyə dövlət bunun qarşısını almır, niyə? Niyə bunun qarşısını almaq mexanizmi yoxdur? Çox rahat mexanizmlər. Son vaxtlar son illər qanunlar qəbul olunur, Daxili İşlər Nazirliyi müəyyən şəxsləri saxlayır. O yenə deyirəm, o sadəcə həddini aşanları tutandır. Söhbət həddini aşmaqdan getmir. Söhbət çox ciddi addımlardan gedir, qanunlardan gedir. Cəmiyyətin ümumi bir tərbiyəsi var. Cəmiyyətin ümumi tərbiyəsinə kütləvi yerlərdir. Hər hansı bir xələl gəlirsə, bu mütləq cavabını verməlidir. Mən yenə deyirəm, mən bir zamanlar parlamentdə olanda qeyd etmişdim ki, fahişəlik haqqında qanun qəbul edilir. Onda böyük mətbuatda səs yolu ki, bu nə deyir, fahişəliyi legallaşdırır. Deyirəm ki, onsuz da legaldır. Onsuz da legaldır. İstəyən onunla məşğul olur. Mən sizə deyirəm ki, qanun müəyyən edin. Hər bir adam, kim bu sənəti özünə sənət seçirsə, geçsin qeydiyyatdan keçsin. Kartiş qalsın. Bəlli bir yerdə dursun. Amma daha gəlib, kafedə oturub, restoranda oturub, küçədə durub, bu işlə məşğul olmasın. Geçsin, vergisini versin. Onda nə olacaq bilirsiniz? İctimai qınaq azaldacaq. Adamlar bunun arxasınca. Və o tipli şeylərlə, çağırışlarla, telefon nömrəsi ilə, nə bilim, nə ilə qoyan adamlar ən sərt şəkildə 15 ilə qədər cəza almalıdır. Ya get kartışkanı al, qeydiyyatdan keç, vəsiqəni al. Deyirəm, mən vöyün almışam, bu peşə ilə məşğulam və bu mənim sənətimdir, dövlətə vergi verirəm, mütəmadi həkim nəzarətindən keçirəm və mənə ayrılan bəlli bir yerdə dururam. Daha cəmiyyətin ümumi maraqlarına ziyan vurmuram. Şərait yaratmıram ki, küçədən keçən gələn turist ərəb də geyiminə görə, yanaşmasına görə hər Azərbaycanlıya əxlaqsız kimi baxsın. Mən bir yerdə durmuşam, dövlət buranı ayırıb bundan ötürü. Avropada da var bu, dünyanın hər bir yerində var bu. Biz yalandan gizləməklə bunun qarşısını alırıq. Yoxdur bizdə fahişəlik. Biz deyirik ki, yoxdur bizdə Azərbaycan. Necə yoxdur? Necə olmaya bilər? Biz bunun qanunla elə tənzimləməliyik ki, bu kütləviləşməsin, ailələrə sirayət etməsin, sosial şəbəkələrdə bunun açıq təbliğatı getməsin, sosial şəbəkələrdə buna yaxın mövqe ifadə edənlərin hamısı cəzalansın və cəmiyyətin abrı getməsin, həyası etməsin cəmiyyəti. Bundan gedir söhbət. Nədən bir dənə Azərbaycanın restoranında, kafesində, bir dənə pubunda, bir dənə nəzarət yoxdur? Körpə uşaqlarla saat 10-da, 11-də, 12-də hamı pubda oturub, qalyan, qadınlar, qızlar, hətta reklam üçün, qızlar üçün qalyan pulsuzdur. Niyə? Niyə qalyan çəkilməlidir orada? Nəyi təbliğ edirik? 5 manat artıq pul qazanmaqdan ötürü milli mənəvi dəyərlərin hamısını körramalıyıq. Niyə tənzimlənmir bu qanunla? Niyə deyilmir ki, saat 10-dan sonra paba körpə uşaqlarla gəlmək olmaz? Mən efirdir deyə bəzi şeylər açıq danışmıram, amma axı biabırçılıqdır o. Ana oturub uşağının yanında qalyan çəkir. Bu uşaq nə olacaq? Bu uşaq hansı nümunəni götürəcək? Hə? Bundan danışılsın bugün. Bugün Azərbaycanda danışılası problem budur. Mən seçkidən danışmıram, insan haqlarından danışmıram, nə bilim, başqa şeylərdən danışmıram. Mən deyirəm, mənəviyyatımız məhv olur. Narkotika kütləvi surətdə yayılır. Milyon dəfə dedik narkotiklər haqqında qərar qəbul edin.
Kim narkomandır, getsin qeydiyyatdan keçsin, vəsiqə alsın. Dövlət də satış yeri müəyyənləsin. O vəsiqəsi olan getsin oradan alsın. O narkotikanı. Təsəvvür edin, ölkədə narkotika haqqında qanun var. 1 qrama qədər hər kəs istifadə edə bilər və onun üçün heç bir cinayət məsuliyyəti yaranmır, amma bunun satış yeri yoxdur. Nətər olur? Hardan alırlar? Heç sual verdiniz buna? Bunu düşünməlidirlər bugün. Deməlidirlər ki, narkotiklərlə mübarizənin sərt üsulları müəyyənləşdirir. Narkomansan, get qeydiyyata düş. Heç kimin ailəsini dağıtma. Ailə qurulandan sonra bilmə ki, vay bilmirdik, qızı verdik, narkoman çıxdı. Və yaxud da qızı aldıq, narkoman çıxdı. Getsin qeydiyyatda. Olmayacaq 25 il. Getsin, penitensiar xidmətlə dincəlmək yeri yox. Artıq iş yeri müəyyənləşdirilməlidir orada, penitensiar xidmətlə. İşləməlidirlər, gedib işləməlidirlər. Dövlət gündəlik onlara 20 manat pulu verir. O 20 manatı gündəlik işləyib dövlətə təhvil verməlidir. Daha istirahətə getməməlidirlər ora. Çöldən daşıdılar, bu da 7-10 ilin orada şeriləndi, çıxdı. Yox. İşləməlidir, hər gün işləməlidir. Səhər saat 8-də işə çıxmalıdır, axşam 5-də işdən qayıtmalıdır. İş yerləri yaradılmalıdır. Bu qədər Qarabağda tikintilər gedir. Beton dirəklərdən tutmuş, səkilərdən tutmuş, nə bilim, bardürlərdən tutmuş, nələrə qədər istehsal olunur. Orada dövlət ayırır vəsaiti. Penitensiar xidmətə də dövlət ayırır. Niyə penitensiar xidmətdə düzəltmirsiniz bunu? Niyə bu beton dirəklərdən tutmuş formadır da qəliblərdir? Gətirin qoyun. Niyə bardürləri gətirib orada düzəltmirsiniz? Niyə bu küçələrə vurulan daş örtüklərinin hamısını, plitələrin hamısını türmələrdə düzəltmirsiniz? Dövlətin vəsaiti hesabına. Dövləti də oradan çıxan pulu 20 manatdan yuxarı qazandı, dustağa veriləcək. O da ailəsini qoyub gəlib, 20 manatdan yuxarı da ona veriləcək. 20 manata qədər dövlətə veriləcək. Qarabağ isə ucuz başa gələcək. Niyə elə etmirlər? Nədən ötürü? Bax, o narkotiklərlə bağlı qərar qəbul edib. Satana ömürlük, qeyri-qanuni istifadə edəyənə, qeydiyyatdan keçməyib istifadə edəyənə 20 il geçsin işləsin orada. Ondan sonra bir Allahın qulu nə narkotika satacaq, nə istifadə edəcək. Başa düşəcək, istifadə edəndə gedib deyəcək ki, mən xəstəyəm də, ya müalicə olunuram, müalicə oluna bilmirəm, ya da istifadə edirəm, bir qeydiyyatım var, bir də gedirəm, o dövlətin satdığı yerdən pulumu verib alıram. Fahişəlik də, narkotika da bu olmalıdır. Dövlət artıq bu publar, restoranlar üzərində əxlaq və tərbiyə üçün çox ciddi tədbirlər görməlidir. Çox ciddi tədbirlər görməlidir. Bu şəkildə millət bir yerə gedib çıxa bilməyəcək. Səhnə mədəniyyəti haqqında. Sən çox da ki, haradasa çıxış edirsən. Soyunur, çıxır ora. Bir deyən yox, ya bala, niyə soyunub çıxırsan bu cəmaatın qabağına? Adlara baxaq, əməkdar artist, xalq artisti vəsə. Dövlət bunun üçün sərhəd qoymalıdır. Soyunmaq istəyirsən bala, get hamamında soyun. Get dənizdə, çimərlikdə soyun. Kütlə qarşısında soyunub da ora çıxma. Olmaz. Çox da ki, dünyada bu cür mədəniyyət var və biz o mədəniyyətə açıq ola bilmərik. Bizim özümüzün danışanda hamımız milli mənəvi dəyərlərdən danışırıq. Hamımız Azərbaycanın milli dövlət ənənələrindən və yaxud da tarix ənənələrindən danışırıq. Bizim ənənəmizdə belə bir şey yoxdur. Niyə elə olmalıdır? Mahnıların sözlərindən tutmuş musiqisinə qədər bir dənə bir bədii şura yoxdur ki, buna baxaq ki, mən efirə hansı musiqini bıraxım. Bəzən efirə elə musiqi bıraxırlar ki, o musiqinin sözlərinə baxsan görərsən ki, Azərbaycan paramparçadır. Azərbaycan paramparçadır. Dövlət sistemli şəkildə ideoloji ilə məşğul olmalıdır. Mən ideoloji dövlət yaradılmasının tərəfdarı deyiləm. Mən hüquqi dövlət yaranmanın tərəfdarıyam. İdeolojilər hər zaman dövlət dağıdır. Lakin hüquqi dövlətin özünün ideoloji və hüquqi əsasları olur. Nəyə söykənir? Hüquq özü nəyə söykənir? Hansı ideolojiyaya söykənir? Hüququn söykəndiyi ideolojilər var. O ideolojilər milləti ayaqda saxlayır. Bugün millət ayaqda qalmır. Bugün millət zəlil olur. Bunları baxdıqca, gördükcə. Bəli, bugün millət bunlara baxdıqca, bunları yaşadıqca hər gün biraz geri gedir. Bu millətin gələcəyi çox qaranlıqdır. İnqibator düzəsi kimi hamı bir-birinə oxşuyur. Hamı bir-birinə oxşuyur. Ay insanlar, ay dövlət, bu adamın bir şəkli var.
Pasport şəkli. Yazırsan ki 25-də dəyişir, yazırsan ki 35-də dəyişir, yazırsan ki 55-də dəyişir, yazırsan ki dəyişir. Əgər bu adamın pasportun şəkli, şəxsiyyət vəsiqəsinin şəkli 25-ə qədər dəyişməli deyilsə, o adam dəyişibsə, sir sifətini elə dəyişdirir ki, şəxsiyyət vəsiqəsinə baxsın, görsən bu adam deyil. İcazə vermək olmaz buna. Başa düşürsünüz. Bu kosmetik, əyri burun, o, bu düzəlmək başqa bir şeydir. Amma insan sifətini bütövlükdə dəyişir. Belə şey eləmək olmaz. Siz görmürsünüz ki, hamı inkubator cücəsinə oxşuyur ölkədə. Məşhur Çinlinin söylədiyini bilirsiniz yani. Bir Çinli, bir gözəl bir Çinli xanımla evlənir. Uşaqlar olur, 2 uşaqlı, ikisi də çox iyi becər. Deyir, bunlar mənim uşaqlarım deyil, verir məhkəməyə. Verir məhkəməyə, məhkəmə sübut edir ki, uşaqlar bunundur. Deyir, bəs axı, bu nə mənə oxşuyur, nə anasına. Məlum olur ki, demək, süni yaradılıb bunlar, qadın əməliyyatlar vasitəsindən özünü bu vəziyyətə salıb, əvvəl çox iyi becər olur. Çində bu məhkəmə prosesində olur. İndi əzizlərim, nə etmək istəyirsiniz? Hamı inkubator oxşuyur. Çoxsu da ondan sonra həyatını dəyişir, ölür. Yəni, hər şey olur başqa bir şey. Amma pasport şəkilləri var ya. Bu şəkillər bu yaşdan bu yaşa dəyişmiyor. Şəxsiyyət vəsiqəsi aldınsa, sənin sifətin adicə dini qaydalarla hicab taxanlar belə xarici pasport şəkillərində keçəndə dəyişirlər. Soyub, açırlar, baxıb, o şəkildə keçirlər. Bu qədər olmaz. Bir dayan, bir dur demək lazımdır. Bu plastik cərrahlarla bir simpozium keçirmək lazımdır ki, nə etmək istəyirsiniz? 2 şəkil tapmışsınız Azərbaycanın, hamısını eyni şəkil oxşadırsınız. Eyni şəkilə. Bugün bu problemlərdən danışmaq lazımdır ki, millət buna yuvarlanmasın və nümunələri dəyişmək lazımdır. Nə qədər ki, bu məmləkətin bayaq dediyim formada oxuyanı, oynayanı, savadlısından, alimindən, digərlərindən yaxşı yaşayacaq, millət üçün nümunə o adamlar olacaq. Millət üçün nümunə o adamlar olacaq. Alim, ziyalı, düşünən, siyasətçi, nə bilim kim, bu millət üçün nümunə olmayacaq. Bu millət nəhayət parlamentindəki millət vəkili nümunəsini yaratmalıdır. Bələdiyyə üzvünün nümunəsini yaratmalıdır. Aliminin nümunəsinin, müəlliminin, həkiminin, musiqiçisinin, hər kəsin nümunəsi olmalıdır. Dövlətin vəzifəsi budur. Dövlət bundan ötürüdür. Dövlət o nümunəni yaratmalıdır. Sənətkar nümunəsi belə olur. Millət vəkili nümunəsi belə olur. Bələdiyyə üzvü nümunəsi belə olur. İcra məmuru belə olur. Nazir nümunəsi belə olur. Yoxdur Azərbaycanda nümunə. Var, amma onların sayı azdır və bunu... Xeyr, onların sayı bu dəqiqə elədir. Tutulan icrasından da, məmurundan da, nazirindən də milyardlar çıxır, deyir, belə yaşamaq lazımdır. Aktyoru, sənətçisi, digərləri Azərbaycan milli mental dəyərlərindən tamamilə uzaq bir həyat yaşayır. Deyirlər, belə olmalıdır. Belə daha gözəldir. O daha yaxşı yaşayır. Alimi, ziyalı, nümunə olacaq adamlar da acından ölür. Onlar da deyir ki, belə yaşamaq olmaz. Dövlət bunu etməlidir. Evet. İctimai siyasi şəxsiyyətlər də bugün bunları istəməlidir dövlətdən, hökumətdən. Bu məsələləri müzakirə etmək. Bu məsələləri müzakirə etmək. Şah İsmail, Nadir Şah, Ağa Məhəmməd Şah və saymadığım Şah Abbasdan, Təhmasibdən tutmuş kimlərə qədər, ən müasir tariximizə qədər. Elmlər Akademiyası məsuliyyəti götürməlidir üzərinə. Yeni dövr açmalıdır. Bu İqrar Əliyevin, Ziya Bünyadovun və digərlərinin yazdığı tarixi qatlayıb qoymalıdırlar qırağa. Gerçək Azərbaycan tarixi yazmalıdırlar. O tarix ki, gələcəyimiz o tarixə söykənsin. O tarix ki, onun içərisindən biz gələcəyimizi tapa bilək.